Salam uşaqlar, tənliklər sistemi 3-cü bölməni izah, 4-cü bölməni izah edirəm. Hər iki tənlik 2 dərəcəli və daha yüksək dərəcəli olan tənliklər sistemi. Tənliyimizi yazaq. Qeyri AB hasilini tap. Deməli, neyini uşaqlar? Adi tənliklər sistemi kimi də əmsalları tərsinə vuraq ki, A ilə B'lər yox olsun. Deməli, yox eləmək üçün əmsalları yuxarını 10-a, aşağını 4-ə vuraq. Əslində 10-dan 4-ün ətrafı 20-dir. Yuxarını 5-ə, aşağını 2-ə vura bilərik. Amma mən əmsalların yerini dəyişməyi daha üstün bilirəm. Yəni 10-la 4-ün yerini sadəcə dəyişdim. Deməli, yuxarını 10-a vuranda. Deməli, nə baş verir sürətlə? Birinci kəsrimiz olur 10A böl 3. İkincimiz olur 40 böl B. İkini də ona 20. İndi aşağıdakını 4-ə vuranda 4A böl 6. Üstə gəl 40 böl B. Mənfi 2 ilə 4-ə vuranda oldu mənfi 8. Aldım sistemə. 40 böl B'lər getdi. Biri mənfidir, biri müsbət. İndi gəlirik A'ya. 10A böl 3 ilə toplayıram 4A böl 6-nı. Bu 4A böl 6-nı 2'ye ixtisar edəsəm 3-də 2 A eləmiş olur. 10 ilə də mənfi 8-i, 20 ilə də mənfi 8 toplayanda edir 12. Məxrəcləri eyni olan kəsirləri toplayanda məxrəc qalır, sürətlər toplanır. 10 ilə 2-ni topladım 12-a. 12-ni 3-ə bölürəm, 4-ə bərabərdir 12. 12-ni də 4-ə böləcəkdim, A3. Əgər 12 3-ə bölünməsəydi, çarpaz vurardım. A oldu 3. Qaldım B-ni tapaq. B-ni də hardan tapaq? Gətir A'nın bu 3 qiymətini ya birinci ya ikinci tənlikdə A'nın yerinə qoyum. Mən birinci də qoyacağım. Gətirirəm A'nın yerinə 3 qoyuram. Birinci tənlikdə A'nın yerinə 3 qoyuram. 3 bölü 3 çıxılsın 4 böl B bərabərdir 2'yə. 3'ü 3'ə böləndə 1 eləyir. 1'i də digər tərəfə keçirirəm. Necə? 4 böl B bərabərdir. 2-dən 1'in çıxıram 1. Çarpaz da vuranda B bərabərdir mənfi 4. Bizdən istənilən isə B deyil. A vur B hasilidir. A'nı B'yə vurmaq lazım. A'mız 3'dür, B'miz də mənfi 4'dür. Vurdum bir-birinə elədi. Mənfi 12. Məsələn. Davam edirik 3-cü sualımızda. Davam edirik 3-cü sual. Bu sual belədir. Deməli, x böl y üstə gəl y böl x bərabərli 34 böl 15 və x kvadratı üstə gəl y kvadratı isə 34'dür və bizdən x vur y hasilini istəyir. Yuxarıdakını ortaq məxrəci gətirirəm. Bilirik, birinci kəsri vururuq ikinci məxrəcinə, ikinci kəsri isə vururuq birinci məxrəcinə. Nə baş verir? Məxrəcim olur x vur y. Sürətin x-ə x kvadrat, y-ə y kvadrat bərabərdir 15'də 34. İndi uşaqlar x kvadrat üstəlik y kvadratının yerinə yazacağım 34. 34 bölünsün x-y bərabərdir 15'də 34. Daha sürətlər eynidir ixtisarlərim. Yəni x-y bərabərdir 15 qalmış oldu. Yəni sürətlər eynidirsə məxrəc də eyni olmalıdır. X-y oldu 15. Dördüncü sualı da yazacağım. Dördüncü sualın bu sualdan fərqi bilirik nədir uşaqlar? Dördüncü sualın bundan fərqi tənliyin dil sistemini həll et deyir. Gəlin dördüncü sual. Burada x-y hasilini istəyir. Orada tənliyi həll et deyir. Buna görə də gəlin tənliyimizi həll edək. Dördüncü sualımız. Sual belədir. X kvadrat üstə y kvadratı bərabərdir. Daha doğrusu x bölü y üstə gəl y bölü x bərabərdir mənfi 2. X kvadrat üstə y kvadratı isə 2'dir. İndi neyini? Yuxarıdakını ortaq məxrəc gətirirəm. X kvadrat üstə gəl y kvadrat bölünsün. X vur y bərabərdir mənfi 2'yə. X kvadrat üstə y kvadratının yerinə yazıram 2. 2 bölünsün x y bərabərdir mənfi 2. Çarpaz vururuq. Bu mənfi 2 məxrəci 1'dir də. Çarpaz vururam. Mənfi 2x y bərabərdir 2'yə. 2'ni də mənfi 2'yə böləndə x vur y oldu mənfi 1. Vuranda mənfi 1 edir. Kvadratları cəmdə 2 edir. Avtomatik 1 ilə mənfi 1'dir də bu ədədlər. Ya da ki dediyim kimi əvəz etmə də edə bilərsiniz. Buradan x'i tapıb orada da yerinə qoya bilərsiniz. Amma ehtiyac yoxdur. Vuranda mənfi 1. Toplayan yəni tərs ədəddir.
Əslində, buranda -1 edirsə. Yəni, biri tutaq ki, 5-dir, birisi -5-də bilir. Belə deyim, əslində, tam da tərs deyil. Çünki mənfisi də tərsinin. Kvadratları da 2 eləyəm, -1-dən 1-dir. Cavab olacaq 1, -1 və tərsdir. -1. Davam edirik uşaqlar 5-ci sual. Beşinci sualımız sual 5. X var y bərabərdir 4. X kvadrat y üstəgəl x y kvadrat bərabərdir 16. Bizdən x kvadratı plus y kvadratı istəyir. Bax, buradan x y ortaq çıxardıram. Qalır x plus y bərabərdir 10. X y yerinə 4 qoyanda 4 vurulsun x plus y bərabərdir 16. X plus y oldu 4. Toplayanda 4, vuranda da 4 eləyən ədəd 2 ilə 2-dir. Məsələn, sizdən də istəyir x kvadrat üstəgəl y. Yəni 2-nin kvadratı plus 2. 4 üstəgəl 2 ilə də 6. Məsələn, 7-ci suala keçib. Sual 7. Kəsirdir. Kəsirdirsə ortaq məxrəci gətirməliyik. Yəni, burada başqa eləyə biləcəyimiz heç nə yox. Aha. 1 bölü x üstə gəlsin 2 bölü y bərabərdir 3-dür. 2 bölünsün x y bərabərdir 2-dir. Təyin dərslərini həll edir. Ortaq məxrəci gətirəm. Bunu y-ə vururam. Bunu x-ə vururam. Nə baş verir? Məxrəcim olur x vur y. Sürətim 1-i y-ə vurdum. Y 2-ni x-ə vurdum. 2x bərabərdir 3-ə. İndi aşağıdakından 2-ni nəyə bölsəm 2 eləyər 1-ə? Yəni x vur y 1-dir. Aldım sistemi. Gətirib yerinə yazıram. X vur y yerinə 1 yazıram. Olur y plus 2x böl 1 bərabərdir 3. 3-ü də 1-ə vuranda 3-dür. Ona görə böl 1-i yazmağın mahiyyəti yoxdur. X vur y isə 1-dir. Bunu neyəcəyik uşaqlar? Yuxarıdan y tap, gətir aşağıdakı tənlikdə yerinə qoy. Yuxarıdan y tapsam, 2x bu tərəfə keçirəm, 3 çıx 2x olmuş olur. Və bu biri tənliyimdə x vur y bərabərdir 1-dir. Gətirib burada bu y-in yerinə y-in bu qiyməti qoyuram. Yəni tənliyim olur x vur, y-in yerinə yazıram 3 çıx 2x bərabərdir 1-ə. Vurub açıram, 3x çıx 2x kvadrat çıx 1 bərabərdir 0. Mənfi 2x kvadrat üstə gəl 3x çıx 1 bərabərdir 0. Mənfiyə bölək. 2x kvadrat çıxılsın 3x plus 1 bərabərdir 0. Aldım kvadrat tənliyi. Diskriminant tənliyi köklərini tapaq. Gəl nə eləyək? Diskriminantımız buydu. B kvadrat, yəni 3-ün kvadratı çıxsın 4 vurulsun. A vur S. A'mız 2, S'miz 4. 9 çıx 8, 1. Keçirəm x1-ə. Mənfi B, yəni 3. Kök altda D, yəni kök altda 1-dən 1 çıxır. Böl 2. 2 vur 2. 4 böl 4. Eləyir 1. Bu mənim x1-im. Gəl x2-nə tapaq. X2-də də eyni şeyin çıxmasını yazırıq da. 3 çıxılsın 1 bölünsün 2 vur 2. 4-də 2. Yəni 2-də 1. X'in bir dəfə 1-dir. X'in bir dəfə də 2-də 1-dir. Cavab B variantıdır. X1 və X2-də 1 olanıdır. Amma yenə də yerinə qoyub y-i də tapa bilərsiniz. Gətirib X'in bir qiymətini burada yerinə qoysam 3 çıxılsın 2 vur 1. Eləyir 1. Yəni 1 qoyanda 1 aldıq. 2-də 1 qoysam 2 vur 2-də 1 eləyir 1. 3-dən də 1-in çıxanda eləyir 2. Deməli 2-də 1 də qoyanda 2 aldım. Oldu B variantı olur uşaqlar. 8-ci sualda eyni qayda ilə hesablanır. Keçirik 9-cu sual. Deyir ki, x-y modu, daha doğrusu, modulda x-y istənmiş olub. Deməli, uşaqlar, nə eləyə bilərik? Tərəf-tərəfi toplayaq.
X plus y-in kvadratını bu. Tərəf-tərəfə toplasam y kvadrat plus x kvadrat üstə gəl 2xy bərabərdə 64. Bu səfər x plus y-in kvadratı bərabərdə 64. Mənfini hesablamayacağım çünki modulunu istəyir. Yəni toplayanda eləməlidir 8. İndi nə edirəm? Birinci tənlikdən və bu tənlikdən. X-i ortaq çıxardı, y-i ortaq çıxardacam, aparacam yerinə qoyuram. O tənlikdən y-i ortaq çıxardı, nə olur? Y üstə x bərabərdir 40-a. X plus y-in yerinə 8 qoyuram. Y vur 8 bərabərdir 40-a. Y oldu 5. İndi 5-dirsə, 5-in üstə neçə gələm? 8 eləsin 3. X oldu 3. Sizə də deyir ki, x vur y-in modulu 5 3-ə 15. Nəsələ. Tamam, edir uşaqlar. 10-cu sualın. Əslində 10-cu sual bir növ, elə birinci sualın eynisi. Yazıram 10, 11, 12, 13, 14 eyni misaldandır. Hamısı eyni misal. Birini yazacağım. 10'u yazıram. Yəni istəyirsiniz 12'ni yazın. Çünki məxrəcində orada dəyişən var. Ona görə 12'ni yazın. Amma yəni mahiyyət etibarilə hamısı eyni cür həll olunur. Deməli 13 yazıram. Sual belədir. 1 bölü x çıx 1 bölü y bərabərdir 1'ə. 1 bölü 2x üstə gəl 3 bölü. 3 bölü y bərabərdir 4'ə. Sistemi həll etmək lazım. Bunu 3'ə vururam. 3 bölü y olsun, y'lər geçsin. Məsələn 10-cu sualda birinci misal kimi yuxarıda 8 aşağıda 4 aşağıdan 2'ə vur 8 olsun, eyni geçsin. 11-ci misalda da yuxarıda 3'ə vur məsəl üçün. 12-ci sualda 12-ci sualda yuxarıdakını 2'ə vur. 13-cü sualı mən yazmışam, bəli. 13-cü sualda yuxarını 3'ə vurmaq bəs edir. 14-cü sualda aşağına 2'ə vursan y-lər gedəcək. 1 bölü 2 y-dəki 2 gedəcək. Eyni ifadə alınmış olacaq. Gəlin bunu hesablayaq. Yuxarını 3'ə vurduq. 3 bölü x. Üstə gəl, çıxılsın 3 bölü y. Bərabərdir 1'i də 3'ə vurdum. Aşağıdakını da köçürdüm 1 bölü 2x. Üstənsin 3 bölü y bərabərdir 4'ə. Aldım sistemə. Buna bu getdi. İndi yazıram qalanı. 3 bölü x. Üstə gəl 1 bölü 2x. Bərabərdir 3 ilə 4'ü topladım 7. Ortaq məxrəci gətirmək lazımdır. X ilə 2x'in ortağıdırsa 2x. Bunu 2'ə vururam. Məxrəcim olur 2x. Sürətim olur 6 üstə gəl 1 7. 6 üstə gəl 1 ardansa 3 dəfə 2'nin 6. 6 üstə gəl bu da 1 7. Bərabərdir 7. İndi uşaqlar. Bu 7 məxrəci 1'dir də. Çarpaz vurada bilərsiniz. Yəni 2x vur 7 bərabərdir 7 vur 1. İndi buradan 7'lər gedir. 2x bərabərdir 1'ə. X oldu. Onun üstə 2 də 1. Bizdən x istəyir. Yəni 0,5. 15'in sualı keçirəm. Deməli x kubu üstə gəl y kubu. Əslində kub düsturdur. Sadə kub düsturdur. Qoy yerinə hesabla. Sadəcə orada kub düsturunu görmək lazımdır. X kubu üstə gəl y kubu bərabərdir 2. X y vurulsun x plus y isə yenə 2'dir. Sən istəyir x kvadrat üstə. Əslində baxan kimi bilinir ki, bu x ilə y hər ikisi 1'dir. Çünki 1'in kubu ilə 1'in kubunu toplayanda 2 edir. Yəni 1 ilə 1 toplayırsan 2, vuranda da 1'ə eləsin 2. Amma yenə də həllinə gələk. Kub düsturunu açıram. X kubu üstə gəl y kubu, əlavə düsturunu açıram. Bu bizə verir x plus y kubu. Çıxılsın 3 x vur y, vurulsun x plus y. X kubu üstə y kubu yenə yazdım 2. X plus y-in yer yoxdur. Çıxılsın 3 vur. Bunun da yerinə 2. 6. Deməli x plus y-in kubu bərabərdir. 2'nin üstüne bu altını gəlirəm. 8. 8 nəyin kubudur? 2'nin x plus y 2'dir. X plus y'in bu qiymətini gətirib burada yerinə yazsaq, olacaq x vur y vur 2 bərabərdir 2. Deməli x vur y 1'dir. 2'ni 2'ye böldüm. Vuranda 1 toplayanda da 2 eləyəndə də 1 ilə 1'dir. Avtomatik də yaza bilərsiniz. 1, yəni x də 1'dir, y də 1'dir. Sizdən də istəyir x-in kvadratı y-in kvadratı yazaram. 1'in kvadratı 1'in kvadratı. Ya da ki düsturunu.
X kub üstəgəl y kubunun 2 dənə x kvadrat üstəgəl y kvadratın 2 dənə düsturu var idi. Əlimdə toplama olduğu üçün toplama ilə olan düsturunu yazıram. X plus y-in yerine yazıram 2'nin kvadratı çıxılsın 2 vur 1. 4 çıx 2 yəni 2. Yenə də deyirəm. Vuranda 1 toplayanda 2 eləyən ədəd 1-dən 1-dir. Birbaşa ilə 1'in kvadratı üstəgəl 1'in kvadratı cavab 2 ilə yaza bilərdiniz. Ya da mən yazdığım kimi düstur kimi açıb yaza da bilərsiniz. Davam edirik 16-cı sualı. Deməli, sual 16. Sual belədir. X üstəgəl x, y bərabərdir 3/5. Sonra y üstəgəl y kvadratı bərabərdir 6/1. Bizdən istəyir x çıxılsın 3y bölünsün x-ə. Əslində rahat bir şey istəyir. Necə? Nisbət istədiyi üçün ortaq vuruq çıxardım. Yəni bölün bir-birinə. Yuxarıdan x-i çıxartdım. Aşağıdan da y-i çıxartdım. Alınır. Onda 1 üstəgəl y. 2 dəqiqə. X-i ortaq çıxardanda 1 plus y. Aşağıdan da y çıxartdım. Bərabərdir 6/1. Bunları bir-birinə bölürəm. Böləndə nə baş verir? Yəni bunu buna bölürəm. Bərabərdir 3/5-i də 6/1-ə bölürəm. Böləndə bundan bu gedir. Qalır x bölü y bərabərdir. 3/5-i 6/1-ə böləndə 3/5 qalır. 6/1 tərsinə vurulur. Bundan bir getdi. Qaldı bu da 2. 10. Yəni x bölü y 10. Bununla çarpaz vuranda onun məxrəci 1 sayılırdı. Çarpaz vuranda x bərabərdir 10 y. İndi nə edirəm? İndi gəlirik tapmalı olduq. Nəyi tapmalıydım mən onu yazıram. Tapmalıydım x çıxılsın 3y bölünsün x-ə. Gətirirəm x-lərin yerinə yazıram 10y. Deməli 10y çıx 3y böl də 10y. Yəni x-lərin yerinə 10y yazdım. Sürət edir 7y böl 10y. Y-lər də gedir. Qaldı 10'da 7. Mesela devam edirəm. 17-ci sual. X kvadrat plus y kvadrat bərabərdir 8. X vur y bərabərdir -4. Və bizdən istəyir x böl y nisbətini tapmağı. Əslində bir neçə cür eləmək olar. Nə mənada? X kvadrat üstə y kvadratını müxtəsər kimi yazıb tərəf-tərəfə toplayıb ifadəni tapmaq da olar. Gəlin elə düstur kimi yazıram. X kvadrat üstə y kvadratı bərabərdir x plus y kvadratı çıx 2xy. Deməli x kvadrat üstə y kvadratın yerinə 8 yazdım. X plus y kvadratı qaldı. Çıx 2 vur -4. Bu gedir. 8 bərabərdir x plus y kvadratı plus 8. 8-dən 8-in çıxanda 0. X plus y 0'dır. Yəni x -y bərabərdir. Bizdən də istəyir x-i y böl. X-in yerine -y yazırsınız. -y böl y. Eləyir -1. Mesela. Və yaxud ikinci bir üsul. Düstur kimi yox. Baxın eləyərdim. Yuxarıdakini aşağıdakini toplayanda bu bir də 2x-y olsa müxtəsər verirdi mənə. Ona görə 2 vur bunu. Deməli olur belə x kvadrat ikincisi oldu bu uşaqlar. Bunu da 2'ye vuranda 2xy bərabərdir -8. Tərəf-tərəfə topla. Tərəf-tərəfə toplayıram bu ikisini. X kvadrat y kvadrat üstəgəl 2xy bərabərdir 8 üstəgəl -8. Sol tərəf verirsə x plus y kvadratı bərabərdir 0. Yəni x plus y 0'dır. X -y. Gətir burada x'in yerinə tapmalı olduğum x bölü y deyil. X'in yerinə -y yazıram. -y böl y. Y-lər də gedir qalır -y. Mesela 17-ci sualda eyni qayda ilə 18-də eyni 19'a keçirəm. Deməli misal belədir. X plus 3 vur y kvadratı üstəgəl 7 bərabərdir 0. Sonra 3x üstəgəl y kvadrat isə bərabərdir 27. Bu nə edirəm? Hasilin
sıfıra bərabər olma şərtindən istifadə edirəm. Necə? Ayrı-ayrı sıfıra bərabər edəcəm bu tənliyi. İndi gəlin həll edək. Birinci. X plus 3 bərabərdir 0. X bərabərdir -3. Y kvadrat plus 7-ni sıfıra bərabər etsəm, y kvadrat olur -7. Kvadrat mənfi olmaz deyə, yəni bu getdi. X-imiz oldu -3. Gətir burada x-in yerine -3 qoyaq, y tapaq. Deməli 3 vur -3 plus y kvadrat bərabərdir 27. -9 eləyir. -9 da bu tərəfə keçir deyə olur müsbət 9. Y kvadrat oldu 36. Kvadrat 36 olan ədədə plus minus 6. Deməli x-in -3 olanda y-im həm 6 ola bilər. X-in -3 olanda y-im həm -6 ola bilər. Məsələn, cavab oldu D variantı. Davam edirik. 21-ci sual. Baxaq. 21-ci sualımızda nə deyir uşaqlar? 21-ci sualımız deyir ki, x vur y -9'dur. Sonra 3 vurulsun x kvadrat y üstə gəl x y kvadrat bərabərdir 5 vurulsun x plus y-dir. Sistemdən x kvadrat üstə y kvadratında. Misal nömrəsini buraya yazaq. 21. Demək uşaqlar, nə edirəm? Ben buradan x y ortaq çıxardıram. 3 vurulsun x y üstə vurulsun x plus y. X vur y çıxartdım. Burada x-in biri qaldı. Burada y-in biri qaldı. İndi nə edəcəyik uşaqlar? Bu misalda x vur y 9'dur. Gətir yerinə qoy. Deməli 3 vur -9 vurulsun x plus y bərabərdir 5x plus y. Belə 27-də -27. -27 x -27 y çıxılsın 5x çıxılsın 5y bərabərdir 0. Belə -32x -32 y bərabərdir 0. -32'ni çıxartdım. X çıx plus y bərabərdir 0. Bu niyə mənfi oldu? 5x plus 5y gelir. O tərəfə keçirdim. X plus y 0'dır. X bərabər. Nəsə, x plus y 0'dır. Heç açmıram onu. Nə edəcəm? Məndən istəyir 21-ci sualda. X kvadrat üstə gəl y kvadrat. X kvadrat üstə y kvadratı müxtəsər kimi açıram. X plus y kvadratı çıx 2x y. Verilənləri üstündə yerinə yazıram. X kvadrat üstə y kvadrat cəmi 0'da 2 vur. Aslında yerinə -9. Belə 0 plus 18 elədi 18. Məsələn 22-ci sualda eyni qayda ilə. Davam edək 23-cü sualım. Əslində 23-cü sual çox sadə sualdır. Necə? Mürtəzələrə aid. Tərəf-tərəfə çıxacaqsan x kvadratları, y kvadratları falan yox olacaq. Rahat sual. Tərəf-tərəfə çıxmağa çalışırsansa -1'ə vurub tərəf-tərəfə toplaya da bilərsən. Misal belədir. X çıx 1'in kvadratı üstə gəl y çıx 2'nin kvadratı bərabərdir 17. Sonra verir x çıx 2'nin kvadratı üstə gəl y çıx 1'in kvadratı bərabərdir 13. Səndən də istəyir x çıx y. Şuralar mürtəzələri açıram. X kvadrat çıxılsın 2x üstə gəl 1 y kvadrat çıxılsın 4y plus 4 bərabərdir 17. Aşağıdakı nə? Eyni qaydada x kvadrat çıxılsın 4x plus 4 y kvadrat çıxılsın 2y üstə gəl 1 bərabərdir 13. Bərabərdir 13. İndi bu iki sistemi tərəf-tərəfə çıxıram. İstəyirsiniz mənfiyə vurun toplayın. Necə istəyirsiniz? Gəlin elə mənfiyə vurun toplayın. Mənfiyə vuraq. Deməli birincini köçürək. Ədədlər amma hər ehtimal toplayıram. 1 ilə 4, 5. Mənfi x kvadrat. Mənfi 4x oldu müsbət 4x. Y kvadrat mənfi 2. Mənfi 2y oldu müsbət 2y. 4 ilə 1, 5 edir. Mənfiyə vurdum mənfi 5. 13 ilə 1'ə mənfi 13. Aldım sistemi. X kvadratları gedir. Y kvadratlar getdi. 5'lər getdi. Mənfi 2x'dən müsbət 4x. Yəni 4x'dən 2x'in çıxanda 2x. Mənfi 4y üstə 2y gələndə mənfi 2y. 17 çıxanı üstə 4. 2'yə böldüm. X çıx y bərabərdir 2. 2'yə böldüm hər tərəfi və salam. Dördüncü sual.
A kvadrat üstəgəl 3b kvadrat bərabərdir 140 böl A. A'ya vuracağım. İkincidə də b kvadrat üstəgəl 3a kvadrat bərabərdir 76 böl b. Bunu da b'yə vuracağım. Birincini a'ya vuranda a kvadratını a'ya vurdum, a kub 3b kvadratını a'ya vuranda 3ab kvadratı bərabərdir 140. İndi aşağıdakı b'yə vururam. B kvadratını b'yə vurdum, b kubu 3a kvadratını b'yə vurdum, 3a kvadratı b bərabərdir 76. Tərəf-tərəfə toplayıram. A kubu, b kubu, 3ab kvadrat, 3a kvadratı b bərabərdir 216. 140-dan 76 toplam. Sol tərəf sənə verir a plus b-nin kubunu. A plus b-nin kubu 216'dır. 216 nəyin kubudur? 6'nın. Əssalam. Deməli uşaqlar, indi davam edirik. 25-ci sualına. Bizə deyir ki, x, y natural ədədləri üçün bu tənliklər sistemindən x vur y həsini tapın. Gəlin tapaq. Deməli, misal 25. Sual belədir. X kvadrat, y kvadrat, üstənəsin 2xy bərabərdir 49. Və aşağıdakı x kvadrat çıxılsın y kvadrat, üstə gəl 2xy bərabərdir 41. Əslində sürətdəki x plus y-in kvadratı verir. Sürət deyəndə, yəni birincidən x plus y-in kvadratı verir. X plus y-in kvadratı 49'da x plus y müsbət 7 olacaq. Çünki natural ədədlər. Sonra gətirib x plus y-in yerinə müsbət 7 qoymaq olar. Amma ən rahatı mənfi 1'ə vuraq uşaqlar. İndi deyəcəm, mənfi 1'ə vuranda aşağıdakını nə alır? X kvadrat, üstəgəl y kvadrat, üstəgəl 2xy bərabərdir 49. Mənfi 1'ə vuranda mənfi x kvadrat. Müsbət y kvadrat mənfi 2xy bərabərdir mənfi 41. Bu sistemi həll edəndə x kvadratları getdi, 2xy getdi. Y kvadratlarını topladım 2y kvadrat. 49'dan mənfi 1 eləyir 49'dan 41 mənfi 41 eləyir 8. 8'i də 2'yə böldük. 4, 4 nəyin kvadratı? 2'nin. Plus minus yazmadım. Çünki natural ədəddir. X'i y-i tapdıq. Gətir üstəlindən birində qoy yerinə y tapaq. Mən elə y-i birbaşa burada qoyacağım. Necə? Bu mənə nə verir? Müxtəsər. Yəni verir x plus y-in kvadratı bərabərdir 49. Əslində kvadratı 49'sa bu mənfi 7 də ola bilərdi. Amma natural dediyi üçün 7. Y 2 isə x-imiz də avtomatik 5'dir də. 5 ilə 2 toplayım 7 edərsin. Sənə də deyir ki, x vur y tap 5'i 2'yə vururam. Olmuş oldu. Deməli, davam edirik 26-cı sual. Sual. X çıx 2, y çıx 2 bərabərdir 4'ə. Və ikinci tənliyim x kvadrat y üstəgəl x y kvadrat bərabərdir 162'yə. Birinci tənliyi vur baxaq. X y çıx 2x çıx 2y plus 4 bərabərdir 4'ə. 4'dən 4'ü çıxdım 0. Deməli, bizdən nə istəyir? X kvadrat y kvadratını istəyir. Aha. Deməli, x, y çıxılsın 2x çıxılsın 2y bərabərdir. 4'dən 4 çıxdım 0. Buradan deyə bilərəm ki, x, y bərabərdir 2x üstəgəl 2y. İndi nə edəcəm? İndi aşağıdakına gəlirəm. X vur y bərabərdir 2'ni ortaq çıxartdım. 2 vurulsun x plus y bərabərdir. Gətim indi bu birinci tənliyimin sadələşməsinin ikinci tənlikdən. Ortaq çıxardıram x vur y alıram x plus y bərabərdir 162. İndi nə edəcəm? Əslində bir neçə cür eləmək olur. Mən x y-in yerinə bu ifadəni qoyacağım. Bu x y-in yerinə bunu qoyacağım. 2 vurulsun x plus y vurulsun x plus y bərabərdir 162. 162'ni 2'yə bölürəm 81. X plus y-in kvadratı oldu. Yenə də natural ədəd deyirsə, kvadratı 81 isə cəmi 9 eləməlidir bu ədədlər. Cəmini topladıq 9. O 9'u gətirdik, burada qoy yerinə yazacağım. X vur y bərabərdir 2 vur x plus y yerinə 9. Yəni x vur y 18. Toplayanda 9, vuranda da 18 elənədə də 6 ilə 3'dür. Yəni sizdən də istəyir x kvadratı. Əslində
X kvadratı üstə y kvadratını x plus y-in kvadratı çıxılsın 2x y yazıb x plus y-im də var. 9-un kvadratı çıxılsın 2 vur 18 də yaza bilərsən. Ya da ki ən rahat mən dediyim vuranda 18 toplayanda 9 edirsə 3-dən 6-dır. Sizdən də istəyir x-in kvadratı üstə gəl y-in kvadratı, yəni 6-nın kvadratı plus 3-ün kvadratı. 36 üstə 9. 45 və salam. Davam edirik. 27-ci sual. Gəl. 27. Bu sistem verilir. Bize deyir x vur y üstə gəlsin x plus y cəmini tapmaq lazımdır. Deməli, nə eləmək? Gəlin tərəf-tərəfə bölək. Deməli, x kvadratı y bölünsün x y kvadrat 20 böl 50'dir. Buradan x ilə x-in biri gelir sürətdə x qalır. Y-lər də gedir, məxrəcdə y-in biri qalır. Alınır 5'də 2. Yəni x5'də 2'dir. Qısa və net olaraq. Yəni istəyirsiniz yerinə də qoyub yoxlaya bilərsiniz. Lap istəyirsiniz belə də edə bilərsiniz. Buradan x-ə 2k deyirəm, y-ə 5k deyirəm. Gətir bunu burada fərq yoxdur qoyuyorum. Mən birincidə qoyuram yerinə. Yəni x kvadratı vur y bərabər 20-də yerinə qoyuram. X-in kvadratı 2k deyildi. Kvadrat oldu 4k kvadratı vur y-də 5k bərabərdir 20. 20k kubu bərabərdir 20-yə. 20-ni 20-yə bölürsən 1. K kubu 1 ise k da 1'dir. Yani onda mənim x'im 2k deyildi. X'im olacaq 2 vur 1. Yəni 2, y-im də 5k idi. 5 vur 1. Bu da olmuş oldu 5. Ne istədiyim metrisdən? X plus y üstə gəlsin x vur y. X plus y. 2 ilə 5 topladım 7. 2 ilə 5'e vurdum 10. Onunla da 7'ni topladım 17 eləmiş oldu cavabım. Mesela cavab oldu C variantı. Keçirik 28-ci suala. Ne deyir 28-ci sualına? Sual belədir. 28. Baxaq sualımız. Deməli, birinci tənliyimiz 5x plus 3y üstə gəl 4 bölünsün 7x çıx y bərabərdir 15. İkinci 5x üstə gəl 3y üstə gəl. Yox, üstə gəl. Çıxılsın 4 bölünsün 7x çıx y bərabərdir 13. Deyir ki, bu sistemi x plus y cəmini tap. Demək, birinci bunları da tərəf-tərəfə toplayıram. Bunu mu gedir? 5x-dən 5x 10x, 3y-dən 3y edir 6y. 15 ilə də 18 toplayan, 15 ilə də 13 toplayanda 28. 2'ye bölə bilərik buradan. 2'ye bölsək 5x plus 3y bərabərdir 14. 10x'i 2'ye böldüm 5, 6'ı 2'ye böldüm 3, 28'i 2'ye böldüm 14 eləmiş oldu. Bu qiyməti 14'dür. Ya burada, ya burada. Fərq yoxdur. Qoy yerinə tapaq. Mən birincidə qoyacağım. Birincidə gətirəm, bunun yerinə 14 qoyuram. 14 üstə gəlsin 4 bölünsün 7x çıx y bərabərdir 15'ə. 15'dən 14'ün çıxanda eləyir 1. 4'ü nəyə bölüblər? 1 eləyib. Deməli 4'ü 4'ə bölüblər ki 1 eləyib. Bu da 4'dür. İndi sizdən istəyir x plus y cəmi. Neyini? Bunu alaq sistemə. O sistemə həll edək, x-lə y tapaq. Gəlin. 5x plus 3y bərabərdir 14. 7x çıx y isə bərabərdir 4. Bu sistemi həll edirəm. Aşağını 3'ə vururam. Vuraq. Nə baş verir? 5x üstə gəl 3y bərabərdir 14. Aşağını 3'ə vuranda 21x çıx 3y bərabərdir 12. Sistemi həll edirəm. Y-lər getdi. 21x-dən 5x 26x. 12 ilə də 14'ü topladım 26. 26'ını 26'ya böldüm 1. X 1'dir. Gətir x-in yerinə 1 qoyaq y tapaq. Yenə də fərq yoxdur. Burada, harada siz mən birincidə qoyuram. 5'i 1'ə vurdum 5. 5'i 1'ə vurdum 5. Üstə gəl 3y bərabərdir 14. 14'dən 5'ini çıxıram. 9.
9'da 3'e böldüm. 3 bax 3'e böldüm. Y də oldu 3. Sizdən də istəyirdi 28'de x plus y. 3 önündə 1 toplayasınız. 4 eləmiş olacaq. Davam edirik. 30-cu sual. 30-cu sualın birinci sualdan heç bir fərqi yox. Yəni orada məxrəcdə AB idi. Burada x plus y, x çıxır. Sadəcə. Gəlin onunla yazaq. Deməli, 30-cu sual. Sual belədir. 3 bölünsün x çıx y çıxılsın 4 bölünsün x plus y bərabərdir mənfi 1. İkinciyə keçirik. 9 bölünsün x çıx y üstə gəlinsin 10 bölünsün x plus y bərabərdir 8. Biz demək edilmək lazımdır. 10 ilə 4'ün yerini dəyişirəm bayaq keçim. Yuxarıda 10 aşağıda 4 alır. Nə baş verir? Deməli 30 bölünsün x çıx y çıxılsın 40 bölünsün x plus y bərabərdir mənfi 10. Aşağını 4'ə. 36 40 32. Bununla mı getdi? İndi sistemi toplayıram. Məxrəclər eyni olduğu üçün məxrəc qalır, sürətlər toplanır. 36 ilə 30 topladım 66. Bir də deyirəm bununla mı toplayıram? Məxrəcləri eyni olduğu üçün məxrəc qaldı, sürətləri topladım. Mənfi 10 da 32'ni toplayanda müsbət 22 edir. Yəni 32'dən 10 çıxdı. İndi 66'nı nəyə bölüblər 22 edir? 3'ə. Yəni x çıx y 3'dür. İndi x çıx y-in yerinə 3 qoymaq lazımdır. İstər burada qoy, burada qoy. Heç bir fərqi yoxdur. Mən bax bu tənlikdə yerinə qoyacağım. Bəssalam. Bu tənlikdə yerinə qoyaq. Yerinə qoysam o tənlikdə gəlin yazaq. 9 böl 3. Üstə gəlinsin 10 bölünsün x plus y bərabərdir 8. 9'u 3'ə bölünür 3 edir. 8'dən də 3'ünü çıxacağım. Eləyəcək 5. 10 bölünsün x plus y bərabərdir 5. Onu nəyə bölsən 5 eləyər 2 x plus y oldu 2. Bu ikisinin sistemi alıb x ilə y-i ayrı-ayrılıqda tapa bilərik. Amma bizə o lazım deyil ki. Bizə deyir ki 30'da x kvadrat çıx y kvadratını istəyir. Elə bu bizə müxtəsər vermirmi? Çıxmam 3'dür. Toplamam da 2'dir çıxır 2 6. Və yaxud dediyim kimi bunu sistemi alıb həll edib tərəf-tərəfə toplayıb y-lər gedib x-i tapıb, y-i tapıb kvadratlarını çıxada bilərdik. Amma belə daha rahat, hazır düstur var da. Vəssalam. Bitti.